3 avqust Qırğızstanda Azərbaycanlı MMA-çı Bayram Şammadov Xabibin komanda yoldaşı Dağıstanlı Şamil Magomedovla qarşılaşdı. Döyüşün böyük hissəsi ayaq üstə keçdi. Elə ilk zərbələrdən bizim döyüşçü rəqibindən daha yaxşı zərbəçi olduğunu hiss olunurdu. Magomedov uğrunu partiyada sınamağa cəhd göstərdi, amma böyük nəticə vermədi. Dəfələrlə eyni kombinasiyanı, sol cıp və dəyirmən sayağı sağa bir qotu Dağıstanlının başına atırdı və o bir nəticə çıxarda bilmədi deyə Bayram həmin kombinasiyanı getdikcə çox atırdı. Raundun sonunda eyni kombinasiyanı atır və yağlı sağ aperkotu düz hədəfə çatır. Sanki Mortal Kombat oyunundakı kimi zərbədən sonra bir anlıq göyə qalxır və yerə düşür. Orada isə bizim qatil ona elə Xabib sayağı əsli ground and pound cəhənnəmi yaşadır. Referi döyüş saxlayır və Bayram Şammadov birinci raundda texniki nokautla qələbə qazanır.